Salam əziz şagirdlər, bugün spirtlər, fenollar mövzusundan 46-cı sualdan axırıncı suala qədər baxacağıq. 46-cı sualda 180 qram qlükozanın qıcqırmasından əmələ gələn etanolun dehidratlaşmasına neçə litr etilin almaq olar? Hər iki reaksiyanın praktik çıxımı 50%-dir. Demək, qlükoza C6H12O6 qıcqıran zaman 2 mol C2H5OH və 2 mol da karbon qazı əmələ gəlir. 180 qram qlükoza və bizə sonda deyir ki, hər iki reaksiyanın praktik çıxımı 50%-dir. Yəni 180 qram qlükoza götürülüb, amma onun 50%-i çıxıma sərf olunubdur. Yəni 180-in 50%-i sərf olunur. Bu da nə deməkdir? 90 qram. 90 qram qlükoza sərf olunanda biz tapaq görə neçə mol etil spirti alınır bilmirik. Amma qlükozanın emeri nə qədərdir? 180. 180 qram qlükoza sərf olunanda 2 mol etil spirti alınır. Buradan da x bərabərdir 1. Daha sonra bu etanolun dehidratlaşmasından alınır alkenimiz etilin C2H4. Burada da yenə deyir ki, bu ikinci reaksiyanda praktik çıxımı 50%. Biz etanolu nə qədər tapdıq? 1 mol. 1 molun 50%-i çıxıma gedibdir. Yəni 0,5 mol sərf olunubdur. 0,5 mol etil spirti sərf olunanda neçə litr etilin alınır bilmirik. 1 molundan alınacaq 22,4 litr. Buradan da x bərabərdir 11,2. 46-da olur C variantı. 47. Hansı spirtlər alkenin hidratlaşma məhsulu ola bilər? Demək, tutaq ki, birinci spirti biz 2 karbonlu alken hansıdır? CH2, CH2 budur. Hidratlaşması üçün üstünə su gəlir. Bu zaman nə olur? Hidrogen birləşəcək. Biri birləşəcək bir karbona, biri də digər karbona. Bu formanı alırıq. Və biz bu görüntünü burada 2 dənədir. Biz görürük ki, yəni bu birinci ilə uyğun gəlir. Yəni alkenin hidratlaşması CH3, CH2OH, yəni OH-ı lap buradan yazsaq, eyni görüntüdür. Yəni bunu alkenin hidratlaşma məhsulu deyə bilərik. Birinci doğrudur. İkincidə 3 karbonlu spirt alınıb. Onda demək alkenimizdə 3 dənə karbon var imiş. H2, H, H3. Bunun üzərinə su gəlir. Yenə 2 qat rabitə yanında hidrogeni çox olana, OH da hidrogeni az olana birləşir. Bu formada biz spirt almalıyıq. Amma biz bu görüntünü ikincidə görmürük. Demək, burada almaq olmaz. Üçüncü. Burada da neçə karbon? 6 karbonlu alkendir. Tutaq ki, 2 qat rabitəmiz buradadır. H2, H. Yəni 2 qat rabitə yanında hidrogeni çox olana, OH hidrogeni az olana birləşir. Və biz bu görüntünü həqiqətən orada görürük. Yəni üçüncü də doğrudur. Cavabımız olacaq 1, 3. 47-də C variantı. 48. Doymuş 2 atomlu spirt, yəni CnH2n plus 2O2. Kütləsi 28,5-dir. Natriumlar reaksiyasından alınan hidrogenin həcmi. Doymuş 2 atomlu spirtlər natriumlar reaksiyaya daxil olduqda 1 mol hidrogen ayrılır. Yəni 22,4 litr deməkdir. 28,5-dən əgər 8,4 litr hidrogen ayrılırsa, bunun emiri nə qədərdir? 14-dən üstə 34-dən 1 mol, yəni 22,4 litr hidrogen ayrılır. Buradan da n bərabərdir 3 olacaq. X molekulunda qeyri-polyar kovalent rabitələrin sayını müəyyən edin. 3 karbonlu 2 atomlu spirt yazaq. Yəni OH buraya yazaq, birini də buraya yazaq. H2, H, H3. Burada qeyri-polyar kovalent rabitə sayı nədir? Karbonlar arasında 1, 2 dənə qeyri-polyar kovalent rabitə olacaq. 48-də A variantı. 49. Demək, reaksiya. Spirt temperaturu görürük ki, burada 160 dərəcədir. Doymuş bir atomlu spirtlər temperatur 140-dan böyük olduqda çevrilirlər alkenə. Onda buradan alken alınacaq. Bura gəlir 2 qat rabitə. Bu oldu bizim X maddəmiz. Hidrogenləri də düzəldək. H, H2, H3. Sonra bunun üzərinə su gəlib. Su gələndə 2 qat rabitə yanında hidrogeni çox olana, OH da hidrogeni az olana gəlir, birləşir. Y maddəsini müəyyən edin. Bunu adlandıraq. 1, 2, 3, 4. Yəni butanol 2 olacaq. 49-da D variantı. 50. 1, 2 dixlor propan. Propan yazdıq. 2 dənə də xlor. Natrium hidroksidi spirtdə məhlul.
Ciddi halogenli törəmələr natrium hidroksidi spirtdə məğlulə təsir göstərdikdə oradan alkin alınır. X-i tapdıq. Sonra 1,2 dixlorpropana bu dəfə eyni maddə natrium hidroksidi suda məğlulə təsir göstərdikdə isə artıq burada halogenlərin yerinə OH qrupu birləşəcək. Demək ki, atomlu spirt alınır. İndi bu X və Y üçün hansı ifadələr doğrudur? Bromlu suyu rəngsizləşdirir. Bromlu suyu rəngsizləşdirən X olacaq. Y yox. Natriumla əvəz etmə reaksiyasına hər ikisi daxil olacaq. Molekulunda 3 qeyri-polyar kovalent rabitə var. 3, 4 dənə buradadır, 1, 2 dənə buradadır. Xeyr, bu ortaq xüsusiyyət deyil. Molekulunda 2 dənə birli karbon var. Birli karbon nədir? Bir karbonla birləşsin. Birlidir, birlidir. Bu isə ikilidir. Burada da bu karbonumuz birlidir. Birlidir burada, amma bu ikilidir. Yəni hərəsində 2 dənə birli oldu. Cavabımız olur 2, 4, C variantı 50-dir. 51. Demək, etil spirtin üzərinə hidrogen bromid gəlirik. CH3, CH2, OH. H-brom gəlsək, alınacaq buradan. H-dan OH-dan su çıxır və alınır etil bromid. C2H5 brom. Daha sonra bunda demək, natrium hidroksidi spirtdə məğlulə təsir göstərsək, alınır buradan etilin. CH2, CH2. Bunda kalium permanganat iştirakının oksidləşməsindən alınır etilin qlikol. Z üzüm maddəsi üçün hansı ifadələr doğrudur? 1 molun natriumla reaksiyasına 22,4 litr hidrogen ayrılır. Bəli. 2 atomlu spirtlər natriumla reaksiya daxil olduqda oradan 1 mol hidrogen ayrılır ki, bu da 22,4 litr deməkdir. 1 doğrudur. Sonra bromlu suyu rəngsizləşdirir. Bromlu suyu xeyr rəngsizləşdirə bilməz. Mis hidroksida reaksiya daxil olur. Bəli. Molekulunda 4 hidrogen atomu var. CH2-lərdə tapılmasa burada 3, 6 dənə hidrogen atomu var. Cavabımız olur 1, 3, D variantı. 52. Hansı reaksiyalardan eyni üzvü maddələr alınır? Birinci reaksiyadan alınacaq etilin. İkinci reaksiyadan alınacaq etil spirti. Üçüncü reaksiyadan alınır sirkə aldehiddə. CH3, COH. Dördüncü reaksiyadan alınır etil spirti. Yəni CH3, CH2, OH. Eyni maddələr alındı 2 ilə 4-də. 52-də C variantı. 53. Z maddəsi üçün hansı ifadələr doğrudur? Birinci reaksiyadan alınır, yəni X maddəmiz olacaq. Burada sink gəlir, xlorları götürür, onların qopduğu yerə 2 qat rabitə gələcək. Buten 1 alınır. Sonra bunun üzərinə H-brom gəlsək, hidrogenləri də düzəldək. H-brom gələndə gəlir 2 qat rabitə yanında, yəni Y-imiz olacaq. 2 qat rabitə yanında hidrogeni çox olana, halogen də hidrogeni az olana birləşir. Oldu Y. Bunun kalium hidroksidi suda məhlulundan kalium gəlir, bromu götürür və burada bromu qopduğu yeri OH qrupu gəlib birləşəcək. CH2, CH3. Hansı ifadələr doğrudur? Oksidləşməsindən aldehid alınır. Oksidləşməsindən aldehid alınması üçün bu birli spirt olmalıdır. Yəni OH-ın birləşdiyi karbon bir karbondan əlaqələnməlidir. Amma burada 2 karbonla əlaqələnir. Bu ikili spirtdir. 1 deyil, 1 yanlışdır. Molekulunda karbon atomlarının 50% ikilidir. Demək, karbonların 50% ikilidir. İkililəri tapaq. Burada 1 karbonla birləşib birlidir, 2 karbonla birləşib ikilidir, 2 karbonla birləşib ikilidir, 1 karbonla birləşib birlidir. Karbon atomlarının 50% ikilidir. Ümumi 4 karbon var və bunun ikisi. 2 də 4-ün 50%-dir. 2 doğrudur. 0,1 molun yanmasından 9 qram su alınır. Formulumuz C4 H9 OH-dır. Bu yanan zaman, yəni burada 10 dənə hidrogen var, bura 5 atdıq. 5 dənə, yəni sularımızı hidrogenlərin sayını bərabərləşdirdik. 1 molunun yanmasından neçə qram su alınıb? 5 vur 18. Yəni 90 qram su alınırsa 0,1 molunun yanmasından 9 qram alınacaq. 3 də doğrudur. Brom suyu rəngsizləşdirir, xeyr, səhvdir. Cavab oldu 2, 3, C variantı. 54. Demək, CH2, CH2, CH3. Bura demək, natrium hidroksidinin
spirtə məhlula təsir göstərsək, alınan X maddəmiz olacaq propen. Sonra buna xlorla təsir göstərdikdə 2 qat rabitə yanında gələcək xlorlar hərəsi bir karbona birləşdi. Sonra buna da natrium hidroksidi suda məhlulu təsir göstərsək, alınacaq 2 atomlu spirt. ZT tapdıq. İndi bunu adlandıraq. 1, 2, 3. Propandiol 1, 2-dir. 1 doğrudur. Bromu suyu rəngsizləşdirir. Xeyr, rəngsizləşdirə bilməz. 1 molun natriumla reaksiyasından alınan üzvü birləşmə molekulunda 6 hidrogen atomu var. Demək, bu reaksiyanı yazaq. Z maddəmizin formulu nə oldu? CH2OH, CHOH, CH3. Bunun natriumla reaksiyasından gələcək, demək, OH-dakı hidrogenlərin yerinə natrium birləşəcək. CH2, CHO, natrium, CH3. Alınan bu birləşmədə neçə hidrogen atomu var? 2, 3, üstə 3, 6 dənə hidrogen atomu olur. 3 də doğrudur. Misk hidroksidi reaksiya daxil olmur? Xeyr, daxil ola bilir. Cavab olacaq 54-də A variantı. 55. Fenol və qliserindən ibarət qarışıq. Nitrat turşusu məhluluna keçirilir. Fenol nitrat turşusu ilə reaksiya daxil olduqda, demək, burada alınır 2, 4, 6 trinitrofenol və yaxud da ki, pikrin turşusu deyilir. Bunu hətta açıq şəkildə yazsaq bu formada. OH nitrat turşusu. OH burada qalır. Burada gəlir NO2 qrupları birləşir. Bir də su çıxır. Əmsallaşdırsaq, bura 3 yazırıq. 3 molda su çıxdı. İndi bizə nə deyir? Fenol və 0,4 mol gliserin. Gliserin də reaksiyanı yazaq. CH2OH, CH2OH, CH2OH. Yəni, burada 3 mol nitrat turşusu sərf olunacaq. Demək, bizə fenol gliserini nə qədər verib? 0,4 mol. 0,4 mol gliserin nitrat turşusuyla reaksiya daxil olduqda nə qədər nitrat turşusu sərf olunur? Bilmirik. Amma 1 molundan 3 vur 63 qram. Buradan tapırıq ki, X bərabərdir. 0,4 vurulsun, 3 vurulsun. 63 edəcək 75,6 qram nitrat turşusu burada sərf olunur. Amma indi biz bilmirik fenolla nə qədər sərf olunacaq. Demək, və bizim nitrat turşumuz görürsünüz ki, şərtdə verib 500 qram 37,8 faizlidir. Və nitrat turşusu ilə tam reaksiya gedir. Demək, 500-ün 37,8 faizini tapırıq. 189 qram burada nitrat turşusu var. Əgər bu nitrat turşusunun 75,6-sı bura sərf olundusa, yerdə qalanı, yəni 113,4-ü də fenolla reaksiya sərf olunacaq. 113,4 nitrat turşusu sərf olunanda neçə mol fenol, və yaxud da indi qramla soruşur. Neçə qram fenol daxil olar bilmirik. 3 vur 63-ünə də 94 qram. Buradan tapırıq ki, X bərabərdir 56,4. 55-də olacaq C variantı. 56. Demək, metil spirti temperatur görür 100 dərəcə sulfat turşusu iştirakında. Temperatur əgər 140-dan kiçikdirsə, donmuş bir atomlu spirtlər çevrilir sadə efirlərə. Yəni, buradan alınır CH3O, CH3. X maddəsi üçün hansı ifadələr doğrudur? Etil spirtin izomerdi, bəli, 2 karbonu var, hər ikisinin bir-birinə izomerdi. Molekulunda bir qeyri-polyar kovalent rabitə var. Burada ümumiyyətlə qeyri-polyar kovalent rabitə yoxdur. Qeyri-polyar kovalent rabitə karbon-karbon arasında yaranır. Burada karbon-karbon arası rabitə yoxdur. Simmetrik sadə efirdir, bəli. Görürük ki, oksigenin bir tərəfində də, digər tərəfində də eyni radikallar var. 3 doğrudur. Qaynama temperaturu etil spirtinin qaynama temperaturundan yüksəkdir. Xeyr. Demək, sadə efirlərin qaynama temperaturu doymuş bir atom spirtlərdən daha aşağı olur. 1, 3. B variantı. 57. Kalsium karbonat su ilə reaksiyasından alınır asetilin. X olur C2H2.
Bu da hidratlaşmasından civə katalizatoru iştirakında alınır sirkə aldehidi. Aldehidin də reduksiyasından alınacaq C2H5OH etil spirt. Su ilə homogen qarışıq əmələ gətirir, bəli, düzdür, eyni cinsli qarışıqdır. Mis 2 oksidindən oksidləşdikdə aseton alınır. Xeyr, bu aseton əmələ gətirə bilməz. Çünki birli spirtdir. 1 molun tam yanmasının 67,2 litr karbon qazı alınır. Etil spirti yandıqda karbonun sayı qədər karbon qazı əmələ gəlir. 2 mol karbon qazı 44,8 litr deməkdir. Bunu da götürmürük. Demək, natriumlar reaksiyaya daxil olmur. Xeyr, natriumlar reaksiyaya daxil olmur. Bu səhvdir. Əslində daxil ola bilir. Burada bir dənə uyğun gələn birincisi olur. Yəni digərləri uyğun gəlmir. 58-ci sualda doymuş bir atomlu spirt molekulunda karbon hidrogen rabitələri sayı qeyri-polymer kovalent rabitələrin sayından 6 vahid çoxdur. Spirt molekulunda hidrogen atomları sayını müəyyən edin. Demək, doymuş bir atomlu spirt molekulunda karbon hidrogen rabitə sayı deyir. Tutaq ki, bir spirt misal üzərində göstərək bunu. Etil spirti. Demək, spirtlərin ümumi formulda yazaq kənardan. CnH2n plus 1 OH. Karbon hidrogen rabitələrin sayı buradakı hidrogenlərin sayı qədərdir. Yəni 2n plus 1. Qeyri-polymer kovalent rabitə sayısı 1 dənə. Yəni karbon sayından bir vahid azdır. Nə deyir bizə? Qeyri-polymer kovalent rabitə sayı karbon hidrogen rabitələrin sayı qeyri-polymer kovalentdən 6 vahid çoxdur. Buradan da n bərabərdir 4 olacaq. Spirt molekulunda hidrogen atomlarının sayını tapın. C4, H9, OH-dır. Burada da 10 dənə hidrogen olacaq. 58-də D variantı. 59. Doymuş bir atomlu ikili spirt və ondan alınmış sadə efir molekulunda olan hidrogen atomlarının sayı cəmi 22-dir. Spirtin formulunu müəyyən edin. Demək, doymuş bir atomlu ikili spirt, doymuş bir atomlu spirt, CnH2n plus 1 OH. Ondan alınan sadə efir. CnH2n plus 1 O, CnH2n plus 1. Demək, burada sadə efir molekulundur. Bunların hər ikisində cəmi hidrogen sayı 22-dir. Burada hidrogen sayı 2n plus 1, 2n plus 1. Burada da 2n plus 2. Yəni 6n plus 4 bərabərdir 22. N də bərabərdir 3. Spirtin formulunu müəyyən edin. 3 karbonu olacaq. Doymuş bir atomlu ikili spirt. 3 karbonu olanları saxlayırıq. A variantı, B variantında 3 karbon var. Digər variantlarda karbonların sayı daha çoxdur. Və bizə deyil, ikili spirt olsun. Yəni OH-ın birləşdiyi karbon 2 karbonla əlaqələnsin ki, biz də bunu B variantında görürük. 59-da B variantı olacaq. 60. Hansı spirtin simmetrik efir izomeri yoxdur? 2 metil pentanol 2, yəni simmetrik olması üçün orada karbon sayı elə olmalıdır ki, biz onu yarıya bölə bilək. 2 metil pentanol 2-də 6 karbon var. 6, yəni 2 yerə bölmək olur. Demək, bunun simmetrik efiri var. Birincinin olur. İkincidə 2 dimetil, 2 karbon burada. Propanolda da 3 dənə, 5 dənə olur və biz 5-i yarıya bölə bilmərik. Burada nə olur? Üçüncü butanol 1-də, burada 4 karbon var, onu da yarıya bölə bilərik. Cavab olacaq yalnız 2, 60-da B variantı. Sonra 61. Doymuş spirtin 0,4 molunun 0,8 mol natriumla reaksiyası. Doymuş spirt deyir, amma biz onun 1 atomlu, 2 atomlu, 3 atomlu olduğunu bilmirik. Deyir ki 0,4 molu 0,8 mol natriumla reaksiyaya daxil olur. Bəs görək spirtin 1 molu neçə mol natriumla reaksiyaya daxil olur? X. Buradan da X bərabərdir 2. Və 1 mol, 2 mol natriumla reaksiyaya daxil olursa bu doymuş 1 atomlu, doymuş 2 atomlu spirtdir. Yəni CnH2 plus 1 OH2. Bunun natriumla reaksiyasından alkaqolyat əmələ gəlir. Yəni CnH2 plus 1 bu mötərizənin daxilindəki hidrogenlərin yerinə natrium gəlir.
Alkoqoliyyatın nə deyir bizə? 0,4 mol bunu vermişdi. 0 əmsallaşdırın bura 2 mol. Bu da 0,8 moldur. Biz indi bunun hansına əsasən işləyək? 1 mol budur, 2 mol budur. Yuxarını aşağıya bölürük. 0,4, 0,4. Hər ikisi bərabərdirsə heç birindən artıq qalmır. İstədiyimizlə işləyə bilərik. Tutaq ki 0,4-lə işləyirəm. 0,8-lə işləyək. 0,8 natrium daxil olduqda nə qədər alkoqoliyyat alınıb? 53,6. Bəs 2 mol natrium daxil olduqda nə qədər alınır? 14. Bunun emeri 14-dən üstə gəl 79. Tapırıq ki, m bərabərdir 4. Demək, 4 dənə karbon atomu olan 2 atomlu spirt. Bu 2 atomlu spirt deyir və OH qrupunu istədiyimiz yerə yaza bilərik. İndi 4 karbonu olanlar görürük ki, A-da, B-də A variantında pentandiol 1,2 deyir. Pentanda 5 karbon var. Bunu götürmürük. B-də pentanol 2 deyir. Bu 1 atomlu spirtdir. Buna baxmayacaq. C-də amma butandiol 4 karbonu var və 2,3 deyirsə, demək OH-lar ikinci və üçüncü karbonlara birləşib. C uyğun gəlir. D-də çünki 3 karbon var, ona baxmırıq. Y-də də 4 karbon ola bilər, amma butanol 2 1 atomlu spirtdir. Bizə 4 karbonlu 2 atomlu spirt lazımdır. 61-də C variantı. 62. ROH demək X alınıb, 2 dənə ROH-dan Y alınır. Reaksiyalar əsasında doğru ifadələri müəyyən edin. Demək, bunlar spirtdir. Doymuş bir atomlu spirtdir. Doymuş bir atomlu spirtlər əgər alkenə dehidratlaşırsa, onda 1-in 1-ə nisbətdə olur. Yəni alınan X-imiz olur CnH2. Amma 2 mol spirt götürüləndə alınır, demək bu X-dir. Alınır Y, yəni sadə efir. CnH2 plus 1O, CnH2n plus 1. İndi X maddəsi birləşmə reaksiyasına daxil olur. Bəli, alkenlər birləşmə reaksiyasına daxil ola bilər. Y maddəsi ROH ilə izomerdir. Bəli, spirtlər sadə efirlərlə izomerdir. Y-in qaynama temperaturu X-dən böyükdür. Xeyr, spirt demək demək, burada ikinci biz götürmürük. Nəyə görə? Çünki, baxın, spirt CnH2 plus 2O-dur. Bir-birinə izomer olması üçün karbonların sayı bərabər olmalıdır. Burada bu radikal bir dənədir, amma burada bu radikaldan 2 dənə görüyor. Ona görə bunun karbon sayı ondan çox olmuş olur. Ona görə bir-biri ilə izomer deyil. Y-in qaynama temperaturu X-in qaynama temperaturundan böyükdür. Y-i efir tapmışıq, X alkendir. Efirlərin qaynama temperaturu alkendən böyük olur. 1, 3, 62 D variantı. Sonra 63-cü sualda etanol və fenol qarışığına natriumla təsir etdikdə 6,72 litr hidrogen ayrılır. Reaksiyaları yazaq. Etanol natriumla qarşılıqlı təsirdə olduqda buradan 0,5 mol hidrogen ayrılır. Fenol isə natriumla qarşılıqlı təsirdə olduqda yenə buradan 0,5 mol hidrogen ayrılacaq. Və biz bilmirik qarşığımızda neçə mol fenol var, neçə mol etanol var. Ona görə buna X yazaq, buna da Y yazaq. Deyir ki, bizə 6,72 litr hidrogen ayrılıbdır. Biz işimiz asan olsun deyə bu litri mola çevirək. 6,72 litr 0,3 mol deməkdir. Nə qədər hidrogen ayrılıb? 0,5x üstə gəl 0,5y bərabərdir nəyə? 0,3-ə. Buradan da x üstə gəl y bərabərdir 0,6. Və qarışığın tam neytrallaşmasına demək 1,4 qram 20 milli 40% kalium hidroksid məhlulu sərf olunubdur. Biz bunlar aşağıda kalium hidroksidlə reaksiyalarını da yazaq. C2H5OH kalium hidroksid ilə qarşılıqlı təsirdə olur. Yəni 1-in 1-ə nisbətdə gedir. Daha doğrusu C2H5OH kalium hidroksidlə reaksiya daxil ola bilmir. Doymuş bir atomlu spirtlər. Amma fenol daxil ola bilir. Demək, məhlulumuzun həcmi 20-dir, sıxlığı 1,4 qramdır. Biz onda burada məhlulun kütləsini tapa bilərik. 20-ni 1,4-ə vururuq. Edəcək
28 qram məhlulun kütləsidir və məhlulumuz 28 qram 40%-lidir. Yəni bunun 40%-i kalium hidroksidin payına düşür. 28-i 40-a vurub 100-ə bölsək 11,2 qramı kalium hidroksidin payına düşüb. Demək 11,2 qram kalium hidroksid sərf olunanda görək nə qədər fenolda sərf olunar bilmirik. Fenol Y yazmışdıq. 56 qramla nə qədər? 1 mol. Y bərabərdir 0,2. Demək biz buradan Y-i tapdıq 0,2. Onu yerinə qoyub buradan X-i də tapa bilərik ki, X də bərabərdir 0,4. İlkin qarışıqda neçə qram etanol olmuşdur? Etanolu biz X ilə işarə eləmişik. Yəni 0,4 mol etanol. Qramla soruşduğu üçün 0,4-ü vururuq. 46-ya edir 18,4. 63-də Y variantı. 64. Hansı reaksiyalarda X maddəsi karbol turşusudur? Yəni karbol turşusu fenoldur. Birinci reaksiyada izopropil benzoldur. Onun oksidləşməsinə fenol, yəni karbol turşusu və aseton alınır. X yəni karbol turşusudur. Bir düzdür. Sonra burada C6H5CH2 xlorun üzərində biz natrium OH gəlsək, oradan karbol turşusu alınmır. Yəni 2 doğru deyil. 3-də C6H5OH-ın üzərinə sink gələn zaman oradan benzol və sink oksid alınır. Yəni 3-də də yəni 3-cü maddədə fenol karbol turşusudur. 4-cü maddəmiz isə olur benzol, yəni karbol turşusu deyil. 64-də olur 1,3. 65. Tərkibində bir ədəd üçlü karbon atomuna birləşmiş 3 müxtəlif alkil radikalı. Demək, karbona 3 müxtəlif alkil radikalı birləşsin. Spirtimiz də üçlü spirtdir. Yəni OH-ın birləşdiyi karbon 3 dənə karbonla əlaqələnməlidir. 3 dənə də müxtəlif radikal olmalıdır. Bir dənə burada məsələn metil radikalı birləşdirir və karbon sayı ən az olmalıdır. Növbəti etil radikalı birləşir. Bir dənə də buradan izopropil birləşdirək. Demək, ümumi karbonların sayı 1, 2, 3, 4, 5, 6, 7 dənə olacaq. Demək, spirtlər, fenollar bölməsində sualları tamamladıq. Ümid edirəm, hər bir sual sizə aydın oldu. Qaranlıq məqam qalmış olarsa, rəylərdə suallarınızı ünvanlaya bilərsiniz. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşərik.